Nar mövsümü gəldimi ən çox hazırladığım salat reseptini bölüşürəm. Salata hazırlayacağım qaba pişmiş kartofu rəndədən keçirdib üzərinə zövqə görə duz, mayonez əlavə edirəm. Üzərindən pişmiş yer kökünü rəndədən keçirdirəm. Yer kökünün üzərinə yumurta rəndədən keçirdib düzləşdirib üzərinə zövqə görə duz, mayonez əlavə edirəm. Üzərindən didilmiş toyuq əti əlavə edirəm. Mayonez də əlavə etdikdən sonra keşniş, şüyüd əlavə edib üzərinə pişmiş çobandır rəndədən keçirdirəm və mayonez əlavə edib üzərindən nar əlavə edirəm. Bu qədər salat hazırdır. Ən asan, ən dadlı salat alınır. Bəs siz bu cür salatları bəyənirsinizmi? Rəylərinizi gözləyirəm.